Deməli belə. Nitrat turşusu alınması xassələri dim toplu 2020 neçə? Ver onu qoyacam burada. 2025. 2025'dir. 2020. Toplu 25'ti. Nuray rahat görebilirsən qızım. Ha? Nuray. Vermədim, görürüm. Ha, laf yaxşı. O zaman başlayaq. Neçəni istəmisiniz? 4'ü. Sənin 4'ə qədər sualın vardısa ver Nuray. Verim sualları. Bəli? Verim sualları. Verib, hə? Deyir, bu qədər nitrat turşusu neytrallaşmaq üçün neçə mol kalium OH tələb olunur? Uşaqlar, turşu ilə əsas neytrallaşması belədir. H-OH sayı olmalıdır? Bərabər olmalıdır. Əgər sən kalium OH götürürsən, bu neçə OH var? Bir dənə. Nitratla salırsansa, bunun da bir dənə nəyi var? Hidrogen. O zaman bunlar birin birə girərlər. Bu zaman OH-la H su verəcək, kalium da NO3-ü götürəcək. Alınacaq kalium NO3 və su. Bu oldu tam neytrallaşma. Nə oldu? Tam neytrallaşma. İndi bizə kütlə verib də burada, düzdürmü? Bizə nə qədər verib kütləni? Nitrat turşusu 31.5 qramma deyil, neçə mol lazımdır? X mol. Normalda bu 63 qramdır. 63 qrama 1 mol bəs edir. İndi 31.5'e nə qədər lazım olur? Yarımdır da, elədir. Yarısı. Neçə olacaq? 0.5. Tarih getdi. Sonra neçəni istəmişsiniz? 5'i. Bir hansı 5-6'nı hələm keçməmişik biz. Keçəndə izahım verərəm də, çünki bu üzvü kimyadır. Tolol, etan, biofal. Bunlar mən sizə deyərəm bir şey, əhəmiyyət kəsb eləməz çünki. Keçməmişik. Siz yanınızda da qalmayacaqsınız. Cavabı deyim, amma mənası olmayacaq. Keçəndən sonra inşallah bunları izahım verərəm. Gələk 7-yə. Mis girir duru nitratdan. Ümumiyyətlə uşaqlar, metalların nitrat turşusunun durusu və qatısı ilə reaksiyalarında nə alınır? Yadda saxla. Hər hansı bir metal nitrat turşusu ilə girirsə, istər durusu ilə, istər qatısı ilə həmişə duz alınır, metalın duzu nə alınır? Metal NO3-də, yəni metal NO3 alınır. İndi metalın valetliyi asılı olaraq bura N yazıram. Bir azotlu birləşmə alınır. Nə alınır? Azotlu birləşmə və su. Bu azotlu birləşmə nə ola bilər? Bu azotlu birləşmə N2O ola bilər, NO ola bilər, NO2 ola bilər, NH3 ola bilər, NH4, NO3 ola bilər. Bunlardan biri ola bilər. Baxır, nə götürürsən? İndi bir dənə onu mən təzədən sizə xatırlatma kimi eləyəcəm ki, nə alına bilər? Nə zaman nə alınır? Deməli, nitratın əgər qatısı ilə girirsə, nə ilə? HNO3-ün qatısı ilə girirsə. Əgər aktiv metaldırsa, N2O verir. Yəni bu. Dairə var, ha, dairə. Nə olur? N2O. Əgər orta aktiv metaldırsa, NO verir. Əgər metal pasiv metaldırsa, o zaman NO2 verir. Bu qatı ilə girəndə belədir. Nə ilə girəndə? Bəs nitratın durusunu götürsən, aktiv metal girirsə NH3 verir. Nə verir? Əgər orta aktiv metal girirsə, N2O da verə bilər, N2 də verə bilər, NH3 də verə bilər, NH4, NO3 də verə bilər. Bunlar adətən bu alınır, amma durumlaşdırırsa bunlar da alına bilər. Əgər pasiv metal girirsə NO alınır. Pasiv metal girirsə nə alınır? NO. İndi bizdə metalımız hansındandır? Mist isə pasiv metaldır. Qatı ilə mı girir, duru ilə mı girir? O zaman belə burada yazıram mis. Girir duru nitratla. O zaman alınacaq nə? Kuprum NO3 2 valentlidir. NO və su. Aydındır? NO və nə? Su. Bir daha bunu əmsallaşdırım, sonra gerisi rahatdır. Mis gəlibdir 0-dan neçəyə? Müsbət 2-yə. Neçə elektron? 2 elektron. Azot gəlibdir 5-dən 4-dən. Neçə elektron? 1 elektron. Bura 1 yazacağım, bura 2 yazacağım. Bura olacaq 1. Azot bizdə oldu 4 dənə. Bura 4 yazacağım. Hidrogen oldu 4 dənə, bura 2 yazacağım. Oksigeni say 12 dənə. 6, 2 o da. NO'da 2 var ne? Evet hocam. Yoxlama səhv elədim. 4 yox. 2'ye gəlib, bu da 3 olur. O zaman bura 3 olur. 3. Bu da 3 olur. Azotum oldu mənim 8 dənə. Bura olur. 8. Hidrojeni də burası da yazacaq yenə 4. Oksigeni say 24 dənə. 18, 20, 24. Güzeldir. NO'da oksidaşma dərəcəsi NO2 gördüm mən onu. Ha? Yaxşı. Reaksiyaya yazdıq, qaldı indi bizə verilənlərdən işləmək. Nə verir bizə? Neçə qram giribdi deyir? 11.2 qaz ayrılır. Deməli ayrılan qaz 11.2 litrdir. Soruşur,
sərf olunan turşu x qram. Normalda 8 vur 63 qram girəndə 44,8 litr. Yəni 4 dəfə az, 4 dəfə az. Bunu da 4-ə böləndə olur 2 vur 63, 126. 100 neçə qram? 126 qram. Aydındır? Davam eləyək. 16. 16. Uşaqlar, sizcə bu hansı maddədir? Qatı nitratla girəndə CO2, NO2 və su verir. Bu karbondur da. Karbondur da qatı nitratla girəndə karbon qazı verir, NO2 verir və su verir. Elə deyil ki, elə isə cavab olacaq nə? Y bəndidir. Elə isə cavab nə olur? Y olur. Göz bunlara köşənin üstünə düşür. Görsənir orada? Davam edək. 17. 17-də də uşaqlar yenə H2SO4 alsa bu kükürdür. Özü qatı nitratdan girib. Kükürdür, özü nə ilə girib? Kükürdür, qatı nitratdan girib. Və həm də sülfatın laboratoriyada alınma üsullarından biri idi. Duru ilə də salıb alırdılar, qatı ilə də salıb alırdılar. Sonra Amma o 28 dənə zarısında. baxarıq da, 28-ə satanda baxarıq. İndi hələ ki biz neçədəyik? 17-dəyik. Sonra neçəyə baxaq? 20. Aha, 20. Deməli, burada bizə nitrat turşusunun nə iləsə salıb su alınıb. Deyir ki, hansı ola bilməz. Yəni, belə çıxır ki, 4 dənə bənd su verir, bir dənəsi vermir. Elədir? O zaman gəl hər birindən reaksiyasını yazalım. Deməli, A bəndi, magnezium, sal. Siz də görün. Deməli, plus HNO3 nə verir bizə? Magnezium, NO3, 2 və H2O. Sal. Cüt tək nə verir bu? Hər olanda baxdınız cəhdini tutacağım, düz olanda. Ay, yaxşı görək. Deməli, bu CO3, H2CO3-ün duzudur. Nəyin duzudur? Nitrat və karbonatda qüvvətli turşu olduğu üçün onu duzundan sıxışdırıb çıxarır. Alınacaq burada kalsiyum, NO3 və H2CO3. H2CO3-də dərhal parçalanır nəyə? H2O-ya və o zaman burada da su alındı. Gəldik C bəndinə. NH4 2S plus HNO3. Uşaqlar, bu hansı turşudur? H2S. H2S turşusundan HNO3 qüvvətlidir, onu çıxarar. O nə eləyər? O zaman burada alınan NH4, NO3 və H2S. Axı burada su alınmadı. Burada su alınmadı. Yəni cavabımız olacaq C bəndi. Çünki burada C bəndi ola bilməz. D bəndi də bu karbonat kimidir, çıxaracaq onu. Y bəndə də mis girir də nitratın durusu ilə də, qatısı ilə də. Hansı ilə girsə girsin, su əmələ gəlir. Sadəcə qazın fərqi olur. Mis 2 nitrat alınır, su alınır, qaz duru ilə NO alınır, qatı ilə NO2. Davam edək. Neçə? 21. Eyni şey deyil. Hansı ola bilməz? NH3 ola bilməz də. Çünki bu əgər NH3 olsa, olacaq NH4, NO3. Yəni burada su söhbəti olmayacaq. Cavabımız da olacaq burada C bəndi. Digər bütün bəndlərdə su ortaya çıxır. Hansı reaksiyanı istəyirsiniz, yazım sizin üçün. Burlaq atın, hansı istəyirsən? Yaxşı, davam edək. Sonra 23. Nədən? 23-cü sual, eləmi? 23-də nədir? Misi qatı nitratla salmalıyıq. Şu anlar bayağı misi duru ilə salmışdıq. İndi qatı ilə salırıq. Mis qatı nitratla girəndə digər metallarda olduğu kimi duz alınır. Mis 2 nitrat. Mis NO2. Amma qatı ilə girəndə NO2 alınır və su alınır. Bayağı bizdə NO2 deyə səhmsallaşdırmışdıq biz. Mis 0-dan müsbət 2-yə neçə elektron? 2 elektron dəyişmə 2-dir. Bu dəyişmə işarəsində. Yəni 2 elektron dəyişiklik var. Azot 5-dən gəlibdir. Müsbət 4-ə bir dəyişiklik var. 2, 1 çarpaz olur. Bura 1, bura 2. Onda mis 1 olur. Azot 4 dənə, hidrogen də 2 yazsa, oksijeni say 12 dənə, 6, 4. Düzəldir. İndi verilərini de mənə. Nə qədər verir ya bu? 6,4 qram mis.
6.4 qram mis veribdir. Yazıram misin üstünə 6.4 qram. Soruşur ki, neçə litr qaz alınır? Bax, alınan qaz budur da, elə deyil. X litr yazıram. Bax, burada neçə girir? 64 qram. Girəndə burada neçə mol alınır? 2 mol qaz normal şəraitdə neçə litr həzm edir? 44.8. Yəqin ki, bu da normal şəraitdə soruşur. Hə, soruşur. 10 dəfə az, 10 dəfə az, 4,48 litr. Bu da 24. Deməli 24. 24-də nə hesalıbdır? Qatı nitratı şükürlə. Reaksiyanı bilirsiniz? Şükür, üstə gəz, HNO üçün qatısı. Bilirsiniz də bu, həm də şükür sülfatın alınma reaksiyasıdır. Burada alınan H2SO4, NO2 və su. İndi mən dəyişənləri qeyd edib bir dəfə sağlaşdıracağam, diqqətlə qulaq as. Bəsit maddə nə olur balam? 0. H2SO4-də müsbət 6-dır. Hardan biləm 6-dır müsbət? Oksigen çünki mənfi 2-dir, mənfi 2-yi 4-ə vuranda mənfi 8 edir. Hidrogen müsbət 1-dir, 2-yə vuranda müsbət 2 edir. Bəs bu neçə olmalıdır ki, cəm 0 olsun? 6. Deməli, bu 6-dır, dəyişən. Gələn bura, burada azot müsbət 5-dir, bayağını tapmışdıq. Burada oksigen mənfi 2-dir, mənfi 2-ni 2-yə vuranda. Mənfi 4, 4. Bu da müsbətdir. İndi bax, 0-dan 6-ya neçə elektron? 6 elektron. 5-dən 4-ə neçə elektron? 1. 6, 1, x-a getmir də. O zaman buranı 1-ə vuraq, buranı 6-ya vuraq. İndi də görün mənə, neçədən şükürdüm var? 1 dənə. Neçədən azotum var? 6 dənə. Neçədən hidrogenim var? 6 dənə. İkisi buradadır, deməli bura 2 yazmalıyam ki 4 olsun. İndi oksijeni say, 18 dənə. 4, o da 12. 16, o da 2. Deməli düz elədik. İndi lazımdır verilənləri işləmək. Nəyi verib bizə? 9.8 sıfır turşusu. Deməli bizə veribdir 9.8 qram sulfat turşusu alınmışsa, nə qədər alınıb bu? 9.8 qram. Reaksiya neçə mol nitrat turşusu daxil olmuşdur? X mol. Normalda bu 6 mol girəndə bu neçə qram alınır? 98 qram. Çünki 1 mol alınır, 1 molda 98 sulfat turşusunu özdə verib boşaltılır. Elədir? O zaman bu neçə olacaq uşaqlar? 0.6 mol. Çünki 10 dəfə az, 10 dəfə az. Oldu mu? Dəqiq oldu. Başa düşdünüz? Anladım. Sonra neçə gəlir? 25. Hamısı bərabər olmalıdır. Sağda, solda bütün elementlərin sayı bərabər olmalı. Mənim 6 dənə almam var. Məsələn, sizdə də alsam. Sən mən 6 dənə almanı yatıb bu sinifdə paylasam, o 6 dənə alman neçədən olmalıdır? 6 dənə. Ola bilər hər birində 2 dənə düşsün, birində 1 dənə, amma cəmiyyələ neçə? 6. O zaman reaksiya gələn element sayı ilə çıxan element sayı yenə bərabər olsun. Çünki element adətən bir maddənin daxilinə başqasına keçirir də, itmir amma, 2 olmur. Ola bilməz ki, sən 3 dənə hidrogen salasan reaksiya, amma çıxanda 5 dənə olsun, belə şey yoxdur. Sən sayı düzəltməlisən, girənlə çıxan nə olmalıdır? Bərabər. Bunun üçün də əgər oksidaşma reaksiyasıdırsa, balans qrupu əldə edirsən, yox, hələ oksidaşma reaksiyası deyilsə, sağlı solu sayı bərabərləşdir. Birinci metal, sonra qeyri-metal, sonra hidrogen, sonra oksigen. Sayı düzələcək. Aydındır? Metal, qeyri-metal, hidrogen, oksigen. MgO da, MgO. Metal, qeyri-metal, hidrogen, oksigen, MgO. MgO. Bu sualdan bayağı eləmişdik. Çıxım məsələsidir bu. Baxın bala. Bunun birindən birini alıram, ondan da birini alıram, bundan da birini alıram. Burada birdən bir alırsam, elədir? İndi bu götürübdür 50 mol ammonya. Bu neçə götürübdür? 50. İndi sual verəm, birdən bir alıramsa 50-dən də neçə almalıyım elə? 50. Amma 50 almayacam, çünki çıxım neçə faizdir? 50%'dir. 50'nin 50% nə qədər edir? 25. Birdən bir almıram. O zaman 25'ten de 25 almalıyım. Ama 25 almayacağım. Çünki çıxım neçə faizdir? 80%. İkinci və üçüncü reaksiyanın çıxımı neçə faizdir? Çıxım əlimizdə qalandır ya, itki deyil. Çıxım neçədir? Əlimizdə qalan. Əgər çıxımı 80% deyirsə, çıxımı neçə faiz deyirsə, əgər çıxımı 80% deyirsə, bu o deməkdir ki, bizim əlimizdə 80% qalacaq. 20% itkidir. 25'in 80% neçə edir? 20. Neçə edir? Necə ki, birdən 1 almıram, 20'dən də 20 almalıyım. Amma 20 almayacağım. Çünki üçüncü reaksiyanın da çıxımı 80%dir. 20'nin də 80% neçə edir? 16. Yəni, mən 50 mol ammonyakdan bu çıxımlarla sonda 16 mol nitrat ala bilirəm. Aydındır? Başa düşdünüz? Al, sonra davam edək. 28 dedi axı kimsə. Sən dedin 28. 28'də hansı reaksiyadan olan maddələr qatı nitrat reaksiya daxil olur? Birinci bu məhsulları yazmalıyam.
Aldığım məhsulları sonra analiz edəcəm ki, kim girər, kim girməz. Bu dəmirin paslanma reaksiyasıdır, korroziyası. Dəmir havada olan su buxarı və oksigenlə qarşılıqlı həsr olub pas əmələ gətirir. Nə əmələ gətirir? Korozyon. Korroziya paslanma. Dəmir pas əmələ gətirir. Peru, OH+. Bax, bu qonun rəyinidir, pasdır. Bildiyimiz pas. Amma bildiyinizdə əsasdır, bu amfoter əsasdır. Silisyum oksigenlə girib, silisyum O2, kvars qum əmələ gətirir. Amonyak sülfatla girib, ya NH4, HSO4 verir, ya da NH4-2, SO4. Baryum oksid, əsası oksiddir, bu da turşu oksiddir. Bu hansı turşunun analizidir? Sülfat turşusunun. O zaman baryum SO4 alınacaq. Baryum nə alınacaq? Karbondakı oksigenlə girib CO2 verir. İnşallah bu turşu deyilmi? Bu turşu oksididir, onunla reaksiyaya girməz. Bu turşu oksididir, onunla reaksiyaya girməz. Sülfat turşusunu nitrat çıxara bilərmi? Çünki sülfat turşu nitratdan qüvvətlidir. Zəif turşu qüvvətlini duzundan sıxışdırıb çıxara, o zaman bunlarla da girməyəcək. Sülfatı çıxara bilərmi? Xeyr, çıxara bilməz. Sülfatı nitrat çıxara bilməz. Deməli, bu da girməyəcək. Bundan girəcək. Çünki bu əsasdır. Necə əsasdır? Amfoter əsas. Fərqi yoxdur. Bu nitrat turşudan girər. Hansı nisbətdə salın? 1-in 1-ə salın, 1-in 3-ə salın. 1-in 1-ə salsan, bunun 3 dənə OH-ı var, düzdür? Bunun bir dənə H-ı var. Bir dənə H, bir dənə OH götürər buradan. 1 mol su yaranar. Dəmirin 2 dənə OH-ı qalar bölündə. O qopan OH-ın yerində də NO3 birləşər. Nə birləşər? Onlar dəmir 3 dihidroksonitrat. Dəmir 3 dihidroksonitrat. Aydındır? Belə. Sonra? Nə soruşmaq istəyirsən? Soruş. 38'e qədər var mı sualınız? Yoxdur, 38'e qədər diqqətlə baxın. 40'a qədər tapşırmışdım da sizə. Bundan davamını da bugün verəcəm də. 38. 74 tane. Davamını da bugün verəcəm. Uşaqlar, nitrat turşusu parçalarında 3 dənə məhsul verir. Su verir, NO2 verir və oksigen verir. Elədir? İndi bunlardan biri X-dir, biri Y-dir, biri də Z-dir. Hansıdır bilmirəm. Hansı sudur, hansı NO2'dir, hansı şey bilmirəm. Amma bunlardan biri hidrogenlə reaksiyaya girir. Bax, Z. Şimdi burada hidrogenlə reaksiya hansı girir? NO2 girmir, su da girmir. Nə girir? O zaman bu Z oksigendir də. Oksigen suyla girəndə nə verir? O zaman X-imiz H2O-dur, Z-imiz oksigendir, Y-imiz də NO2. Elində yaxşı. Belə sırayla yazmışam, düz də gəldi. Oldu mu? Dəqiq, başa düşdü. Sonra, devam edək. Mesela 39. 39'da deməli nitrat turşusunu yenə parçalayır. Bax, nitrat turşusu nə edir? T parçalamaq deməkdir. Nitrat turşusu T parçalamaq deməkdir. Deməli nitrat turşusu parçalananda bizə nə verir uşaqlar? Az əvvəl dedik də. Deməli NO2 verir, H2O verir və O2 verir. Bu 3 dənə məhsul verir. X, Y, bir dənə Z. Z-i təzədən Y-dən salıb 2 dənə turşu alıb. Z-i Y-dən salıb 2 dənə turşu alınırsansa 100% NO2-ni H2O ilə salırsan. Onda 2 dənə turşu alınır. HNO3 və HNO2. O zaman bunlardan biri Z-dir, biri nədir? Y. Əgər bunlardan biri Z-dir, biri də Y-dirsə o zaman X-ə nə qaldı? X-ə oksigen qaldı. X-in oksigen olduğu 2 dənə bənd var. Neçə dənə bənd var? X oksigendirsə, Y-dən Z-də bilinə baxın, NO2 ilə nədir? Su. Amma hansıdır bilmirəm. Ola bilər Z su olsun, ola bilər Z, ola bilər də, yəni bunlar bilmirəm hansıdır. Amma bilirəm ki, NO2 ilə sudur, bu da cavab D bəndidir. Çünki onları verir. C bəndində NO ilə su veribsə, mənə yarayan variant deyil. Biraz cavab variantlarına da baxdım da məcbur. Yoxsa bunu işləyə bilmərəm, mən bilmirəm axı. Məsələn, A bəndi də cavab ola bilər, əgər belə baxan. Ola bilir, deyəsən. Yox, ola bilmir. Bir dənə cavab olur da D bəndidir. Buradan başqa sualınız yoxdur ki? Deməli, 40'a qədər baxdıq nitrat turşusuna. Onu saxla.